müəllimə özü araşdırmacı, inkişafa meyilli olmalıdır ki, tək kitabla kifayətlənməsin. Ən azından onu axtarışa verib o sözün ətraflı mənasını öyrənə bilər. Kurikulum biraz da cəmiyyətdə belə bir ajotaj yaradıb ki, çətindir. Əslində çətin deyil. Doğru tətbiq olunsa, həqiqətən çətin deyil. Kurikulumun daha doğru mənimsənilməsi üçün mən biraz müəllimlərlə yanaşı valideynlər və şagirdləri də bura əlavə etmək istəyirəm ki, onların da səyi önəmlidir. Artıq 30 il fəaliyyət göstərən müəllimənin adi imtahan stresindən çox 30 illik müəlliməyəm mən, bu imtahandan keçməliyəm kimi bir qayğısı var. Salam, hər birinizi xoş gördük. Mən Əminət Qanayeva və bugün biz yenə təhsildən danışırıq. Qonağım Aynur xanımdır və biz həmin o məşhur kurikulum mövzusunu bugün yenə davam edirik. Aynur xanım, xoş gəlmisiniz. Salam, xoş gördük. Necəsiniz? Necə hiss edirsiniz? Yaxşı olasınız. Aynur xanım, siz kurikulum təlimçisiniz. Məndə olan məlumat budur. Bəli. Başqa məlumatlar da bilirəm, amma istəyirəm ki, izləyicilərimiz üçün özünüzü təqdim edəsiniz. Bəli, mən kurikulum təlimçisiyəm. Həmçinin texnologiya ixtisası üzrə təlimçiliyi davam etdirirəm. Məşhur şirkətlərin birində təlimçi kimi fəaliyyət göstərirəm hal-hazırda. Bu qədər. Özünüz haqqınızda bu qədər. Nə qədər müddətdir kurikulum təlimçisi olaraq? 2 il artıq sayılır. 2 ildir bu işlə məşğulsunuz. Biz kurikulumu keçən dəfə Rasim bəy vardı qonağımız, onunla müzakirə eləmişdik. İndi də istəyirəm ki, sizin bir aspektinizdən baxaq. O həm araşdırmacı, həm də müəllim idi. Bu dəfəki təlimçi istiqamətindən baxacağıq. Kurikulum ümumiyyətlə bilirik ki, təlim proqramıdır, tədris proqramıdır. Bilmək istədiyim suallardan biri bundan ibarətdir ki, kurikuluma qarşı müəllimlər arasında münasibət necədir? Burada 2 hissəyə ayrılır deyərəm. Kurikulumla təhsil almış gənc nəsil və ənənəvi üsulla öyrənmiş, belə deyim, gənc nəslə nisbətən biraz daha yaşlı nəsil. Və ənənəvi üsulla təhsil alan və hal-hazırda kurikulumda çətinlik çəkən müəllimlərin faizini desəm, bunu %80, %70 kimi dəyərləndirərəm. Ancaq ənənəvi üsulla deyil də kurikulumla təlim-tədris görüb və artıq onunla da dərs keçməyə başlayan müəllimlərdə isə bu artıq 20-30% maksimum təşkil edər. Belə ümumiləşdirsək, çoxdan da artıq bu sistemdə müəllim olaraq fəaliyyət göstərən çox uzun illər oturmuş müəllimlər daha çox müqavimət göstərir kurikuluma, nəinki yeniləri. Problem nədir? Niyə? Nədir onlara çətin gələn daha çox? Çətin gələn faktorlar çoxdur. Faktorun biri budur ki, hər zaman keçid dövrü çətin olub. Yəni müəllimlər artıq illərlə bu sistemə öyrəşib, nəyə lazımdır kurikulum. Onsuz da biz dərsimizi normal şəkildə keçirdik deyə düşünənlər çoxdur. Ancaq bunu da qəbul edib inkişafa meyilli olan müəllimlərimiz də yetəri qədərdir. Problemlərdən biri odur ki, kurikulumun tam mənimsənilməsi. Bizdən nə istəyir? Onu dəqiq bilirmi müəllimlər? Bu yaxınlarda çalışdığım, əməkdaşlıq etdiyim müəllimlərdən biri bir həftə öncə dedi müəllimə, 2015-dən artıq mən kurikulumla məşğulam. 2026-da bu il deyir, sizin bir cümləniz sayəsində bilmişəm ki, kurikulum məndən nə istəyir. Bax, onu bilsələr, kurikulum həqiqətən də bizdən nə istəyir? Onda daha, belə deyim, nəticələrimiz effektiv olacaq. Nə istəyir Aynur xanım kurikulum bizdən? Kurikulum bizdən şagirdlərə ilk öncə hörmət, şəxsiyyət kimi yanaşma və onlarda açıq təfəkkür formalaşdırmaq. Bu daha çox iş demək deyilə bil. Bəli, burada müəllimlərin üzərinə biraz öncəki illərdə yük daha çox düşür. Çünki müəllim özü də araşdırmacı olub, dərindən öyrənib, dərindən öyrətməlidir və bu səbr istəyir. Bunu da qəbul edə bilərik ki, bu 40+ üzərində olan müəllimlərimiz üçün daha çətindir. Onların dərs yükünü artırılmış kimi hiss edirlər və xoşa gəlməyən bir aura, aqressiyamı deyim, yanarı kurikuluma qarşı. Yəni, burada faktorlar dediyim kimi çoxdur. Müəllimin dərs yüküdür, qiymətləndirmədir, dərs resurslarının tam olmamasıdır. Bəli, çox məktəblərimizdə şərait çox gözəldir, hər bir resurslar təmin olunurlar. Xüsusi metodistlər işləyir müəllimlərlə, amma bunu hər bir məktəbə də aid edə bilmirik, təəssüf olsun. Bu zaman da artıq problemlər, belə deyim, ortaya çıxır. Demək ki, bir qism hallarda əslində aqressiya anlaşılanda, belə götürəndə, yenilik gələndə avtomatik olaraq hər kəsin müqavimət göstərir bu müəllimlərə xüsusi götürmək. Amma bir tərəfdən də ki, inkişaf təfəkkürlü insan düşünür ki, gəlib də mən bunu öyrənməliyəm, bunu deymək variantı yoxdur. Bəli. Ona görə dedim ki, gənc nəsildə daha çox innovativ yeniliklər, açıqlıq var deyə, inkişafa meyillidirlər deyə. Bir kitabdır. Yəni çox deyil, orada maksimum 40-a yaxın bir mövzu var.
Sadəcə oxuyub anlama, sadəcə biraz səbir, biraz aydın düşüncə. Bu qədəri yetərlidir. Bunu hər təlimdə deyirəm müəllimlərə və mənə gələn cavab bu olur. Müəllimə, siz deməsiniz mən başa düşmərəm. Nə qədər də oxusam başa düşmərəm. Bəlkə o kitabların ağırlığı falan və o məsələsi var. Çünki mən kitabların bəzilərinə baxmışdım kurikulumla bağlı. Belə baxıram ki, ingilisdən tərcümə ediblər və tənbəlliklərindən sözlərin bir hissəsi elə o dildə saxlayıblar ki, baxırsan ki, bu sözün axı qarşılığı var. Və mən onu ingilis dilini bilməmiş olsaydım və mən onu oxumaq məcburiyyətinə qalsaydım, o müəllimin dediyi eyni şey mən sizə deyərdim ki, siz mənə başa salmazsınız, mən onu başa düşməyəcəm. Çox ağır və çox belə, yəni deyirəm ki, uyğunsuz bir formada tərtib olunub kitabların bir qismi. Bəli, baxın o terminlərə çox gözəl toxundunuz ki, xarici dildən tərcümə olunub, adətən də xarici dildə də verilir və yanında qısa açıqlaması verilir. Burada müəllimənin üzərinə yük nə düşür? Müəllimə özü araşdırmacı, inkişafa meyilli olmalıdır ki, tək kitabla kifayətlənməsin. Ən azından onu axtarışa verib o sözün ətraflı mənasını öyrənə bilər. Onu biz təlimçilər etdiyimiz üçün onların təlimçilərlə öyrənməsi daha rahatdır. Yəni biz onların o yükünü götürürük, onlara sadələşdirilmiş informasiyanı veririk ki, nə istəyir bizdən. Ona görə deyirəm ki, kitabı oxuyan, araşdırmaya meyilli olan müəllimlər özü çox rahatlıqla kurikulumu mənimsəyə bilər. Amma dil bacarıqları da lazımdır da orada məsələn. Dil bacarıqları lazımdır. Yenə də burada deyərəm ki, zəhmət çəksə müəllimlərimiz biraz, yəni çox deyil, həqiqətən biraz. Kurikulum biraz da cəmiyyətdə belə bir ajotaj yaradıb ki, çətindir. Əslində çətin deyil. Doğru tətbiq olunsa, həqiqətən çətin deyil. Və bu çox sevindirici haldır ki, bəzi müəllimlərdən bunu eşidirəm. Deyir, artıq kurikulumu sevməyə başlayıram. Çünki anlayır. Bəli, artıq anlamağa başlayır deyə deyir, sevməyə başlamışam. Və bunu yaşlı nəsildən eşitmək məni daha çox sevindirir. Yenə deyirəm, yeni hal-hazırda 4-cü kursu bitirən müəllimlər var ki, bu il imtahana hazırlaşacaq MİQ imtahanına. Onlar üçün daha rahatdır. Hətta bəzən onların eləsi olur ki, yaxınlarda dil ədəbiyyat müəlliməsi idi xanım. Mən onunla danışdıqda fərdi qoşulmaq istəyir dərslərə. Dedim, müəllimə, fərdiyə ehtiyac yoxdur. Siz qrup şəklində davam edə bilərsiniz. Hətta bir neçə dərsdən sonra ona elə bir, belə deyim, motivasiya verdim ki, artıq dedi ki, müəllimə, mən özüm də hazırlaşa bilərəm. Bu 4-cü kurslarda özünə çox-çox, belə deyim, büruzə verən bir haldır ki, onlar üçün daha rahatdır. Ancaq dediyim kimi, artıq 20 il, 25 il pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər üçün bu çox əlçatmazdır. Çox çətin gəlir onlara. Bu sertifikasiya imtahanları falan olur da, yəni bu tip imtahanlar olduqdan sonra orada bir sıra müəllimlər, bir çox müəllimlər kəsilir, artıq çox illik stajı olan müəllimlər. Belə bir hallarla yəqin ki, qarşılaşmısınız. Nə olur o müəllimlərə, necə çıxır, daha düzgün necə tənzimlənə bilər bu ümumiyyətlə? Necə tənzimlənə bilər? O müəllimlər həqiqətən də çox çətinlik çəkir. 25 il işlədiyi bir kollektivdən bu formada ayrılmaq çox həqiqətən də acı bir səhnədir də, yəni imtahandan kəsilərək işdən azad olur. Hətta müəllimlər olur ki, şagirdlərindən çəkindiyi üçün deyir ki, iş yerini dəyişdi deyə. Yəni bu hallar var, bu çox üzücü bir haldır. Ancaq mən düşünürəm ki, bunun qarşısını almaq üçün sadəcə və sadəcə o müəllimləri daha çox məktəb daxilində təlimlərə cəlb etmək lazımdır. Hansı ki, artıq bunu Nazirliyimiz yerinə yetirir. Metodistlər təyin olunur, məktəbdə hətta həftənin şənbə və bazar günləri belə o metodistlər məktəb heyətinə, məktəb kollektivinə ətraflı şəkildə məlumat verir, daha asan formada mövzuları çatdırmağa çalışır ki, onlar çətinlik çəkməsin. Hətta qiymətləndirmədə belə, yeni tərzdə qiymətləndirmədə belə çətinlik çəkən müəllimlərimiz var. Yəni o bal sisteminin hesablanması və burada kurikulumun daha doğru mənimsənilməsi üçün mən biraz müəllimlərlə yanaşı valideynlər və şagirdləri də bura əlavə etmək istəyərəm ki, onların da səyi önəmlidir. Valideynlər də kurikulum nədir deyib qorxaraq yanaşmasınlar. Əsas məqam nədir təhsildə? Bəzən deyirlər ki, kurikulum gələndən sonra təhsilin keyfiyyəti daha belə səviyyə olaraq enib. Əslində mən düşünürəm ki, bu valideynlərin özünə də müəyyən qədər məlumat bazası verilməlidir. Ən azından bir açıqca formasında. Çünki çox valideynlər, mən özüm həm valideyn olduğum üçün də bunu görürəm qruplarda da. Kurikulumla keçilən dərslər bizə anlaşılmır, çətindir, uşaq çətinlik çəkir. Halbuki çox da bir çətinlik yoxdur. Sadəcə valideyn də övladı ilə bərabər biraz vaxt ayırsa, onu düşünməyə vadar etsə, mən düşünürəm ki, ənənəvi üsuldan daha effektiv nəticə verəcək kurikulum. Bunun da altını çizərək qeyd edeyim ki, bu 10-15 ildən tez olmayacaq. Çünki fəaliyyət göstərən,
Artıq 30-35 illik stajı olan, təcrübəsi olan müəllimlərimiz artıq öz fəaliyyətini başa vurduqdan sonra tamamilə yeni metodla öyrənən və kurikulumu dərindən anlayan bir kadr bazası. O zaman nəticə daha mükəmməl olacaq. Kameradan kənarda siz mənə bir neçə nümunə demişdiniz. Dərslə bağlı, yaşanan ağır hallarla bağlı. İstəyirəm ki, o bir-iki nümunəni bizdən paylaşasınız. Ağlınızda olan bəzi nümunələr, məsəl üçün hansı hallar yaşayırlar? Çünki biz müəyyən bir sistemik dəyişiklik gətiririksə, bunun emosional tərəfini də biraz nəzərə almalıyıqmı, bilmirəm. Yəqin ki, almalıyıq. Bayaq dediyiniz həll yolları da var idi əslində ki, bəs müəllimlərin cəlb olunması. Ümumiyyətlə, hansı ağır hallar yaşanır, hansı hallar yaşanır müəllim işdən ayrılarkən başqa? Müəllimlər işdən ayrılarkən əsasən də bu imtahanda zəif nəticə göstərən müəllimlər həqiqətən də bunu həzm etməkdə çətinlik çəkir. Ağır hallara keçməzdən öncə bir nüansı qeyd edeyim ki, artıq 30 il fəaliyyət göstərən müəllimənin adi imtahan stresindən çox 30 illik müəlliməyəm mən, bu imtahandan keçməliyəm kimi bir qayğısı var. Müraciətlərdə əsasən bu deyilir ki, mən 30 illik müəlliməyəm, kəsilmək kimi bir şansım yoxdur. Və bu müəllimələrin kəsilməyini düşünürsünüz. Bəli, elə hallar olur ki, həqiqətən də öz həyatına belə son qoymaq istəyən müəllimlər olub. 2024-2023-cü il MİQ imtahanına hazırlaşan bir müəllimə imtahanla yanaşı həmçinin onkoloji xəstə olub və bu imtahana girməmək üçün xahiş ərizəsi ilə müraciət edib ki, mən hal-hazırda müalicədəyəm. Və o müəllimə imtahandan kəsilir, qollarını, səhv etmirəmsə damarlarını bəli kəsmişdi. Düzdür, şükürlər olsun ki, onu həyata qaytarmaq olub, amma buna misal bir neçə belə deyim, hadisələri eşitmişik, şahidi oluruq. Psixoloji bir yük var müəllimlərin üzərində. Dediyim kimi, artıq 25 il, 30 il fəaliyyət göstərən müəllimə onu həzm edə bilmir ki, necə yəni mən kəsildim imtahandan. Şagirdləri, valideynləri vurğuladınız, məktəbdə vurğuladınız. Başqa hansı formada biz müəllimlərə dəstək ola bilərik bu prosesdən rahat keçmələri üçün? Sırf kurikulumu düşünməyin, sırf kurikulumu da nə edə bilərlər istəmirəm cavab verəsiniz. Həmçinin də kurikulumu düşünün, yəni sadəcə onu düşünməyin. Başqa necə bir şərait yarada bilərik ki, bu keçid dövrüdür, onlara təzyiqdən çox biraz dəstək lazımdır sanki. Müəllimlərlə bağlı onu deyə bilərəm ki, müəllimlər üçün kurikuluma dəstək, belə deyim, metodistlər artıq verilib. Mən ümid edirəm ki, yaxın bir 3-5 il ərzində müəllimlərin baxışı dəyişəcək, daha kurikuluma meyilli, daha kurikuluma uyğun təlim-tədris prosesini təşkil edəcək müəllimlər. Valideynlərlə, şagirdlərlə bağlı da onu qeyd edə bilərəm ki, təhsildə həqiqətən də 3 nöqtə çox önəmlidir. Şagird, valideyn, müəllim. Çox gözəl kurikulumla dərsini formalaşdırıb, özünü puxtaləşdirib, belə deyim, təkmilləşdirib dərs keçən müəllimlər var ki, onun şansına daha pasiv valideynlər, daha pasiv şagirdlər düşüb. Yəni, burada artıq müəlliməni qınaya bilmərik ki, niyə sinifin nəticəsi xoşa gələn deyil. Müəllimə nə qədər ötürürsə, ən azından onun bir 60-70%-ni evdə valideyn də istəməlidir şagirddən. Keçib göndərdiyi mövzuların evdə təkrar olması, bu nə qədər doğru olacaq? Necə müəlliməni günahlandıra bilərik? Müəllimə şagirdi bir 45 dəqiqə görür. Valideyn isə ən azından 6-8 saat aralığında övladı ilə bir yerdə olur. O 6-8 saatdan ən azından 1 saatını dəqiq, məqsədli şəkildə övladı ilə məşğul olsa, inanın ki, nəticələr daha möhtəşəm olar. Valideyn olduğum üçün bunu çox əminliklə vurğulayıram. Çünki mən bir gün evdə olmadıqda səhəri gün nəticənin fərqində oluram. Nəzarət çox önəmlidir. Burada hər bir şey kurikulumun, təhsilin, belə deyim, Təhsil Nazirliyinin üzərinə yıxmaq olmaz nəticələrin zəif olmasında. Əslində nəticələrimiz çox da zəif deyil. Ancaq hədəflədiyimiz qədər nəticə deyil. Bir sinifdə 5 nəfər əlaçının olmağını qəbul etmirəm. Düşünürəm ki, 32-35 şagird varsa, ən azından orada 15 nəfər əlaçı səviyyədə formalaşdıra bilərik ki, təbii ki, cəmiyyətin bərbəri də olmalıdır, həkimi də olmalıdır. Biz hər bir kəsi məcbur edə bilmərik ki, təhsil almalısan, sən mütləq ki, akademik səviyyə yüksək olmalıdır, 700 baldan 600-ün toplamalısan. Bunu mümkün deyil, bu hər zaman belə olub. Cəmiyyətin həm tələbi odur. Burada bərbəri də olmalıdır, həkimi də olmalıdır. Ancaq əsas məqamlardan biri odur ki, şagirdin nə istədiyini anlayan müəllim və valideyn faktoru. Kurikulumunda əsas bizdən istədiyi odur. Sən 700 bal toplamış bir cərrah ola bilərsən, amma sənin bacarıqların, həyati bacarıqların, düşünmə tərzin,
mükəmməl deyilsə, sən yenə də uğurlu olmayasan. Sən sıradan bir həkim olaraq qalasan. Daim sıradan bir həkim olaraq fəaliyyətini davam etdirəsən. Kurikulum deyir ki, şəxslərə akademik səviyyələrinə görə hörmət və qayğı ilə yanaşmayın. Bu həm müəllimə aiddir, həm valideynə. Yəni övladının fərqində olmalısan nə istədiyinin və onu kəşf etməlisən. Harda daha uğurlu ola bilər. Yenə bunun altını çizərək söyləyirəm ki, 300 bal toplamış tələbə və 600 bal toplamış tələbə. 300 bal toplayıb aktivdir, inkişafa meyillidir, innovativ yeniliklərə öyrənməyə hədsiz səy göstərir. 600 bal toplamış valideyn, belə deyək, təkidi ilə, müəllim köməyi ilə. Ancaq yenə də həyatından narazı və olduğu yerdə sayan şəxslər var. Tamamilə doğrudur. Bu sinifdəki ümumi uğurun göstəricilərinə gəldə belə bir kriteriya var idi və mənə çox məntiqli və çox da doğru gəlir. Demək, bir sinifin uğurlu olduğunu və müəllimin o sinifdə uğurlu olduğunu nədən bilə bilərik? Sırf əlac sayı deyil də, o oxuyanla, yəni yüksək qiymətlə aşağı qiymət arasındakı uçurum nə qədərdir? Məsələn, 5 dənə yaxşı oxuyansa, bir 10 dənə də 2 alan varsa, deməli, bu uğurlu bir sinifdir, uğursuz sinifdir. Bəli. Onlar arasındakı fərq az olmalıdır. Məsələn, 5 dənə əlaçı varsa, əla, qalan 15 nəfər 2 almasın, qalan 15 nəfər 4-lər alsın. Bəli. Məsələn, bu iki qiymət arasındakı uçurum çox böyük olmasın. Ya da ki, ona yaxın bir qiymət alsın ki, çox böyük olmasın uçurum. Digər məsələyə gəldikdə bir şey soruşmaq istəyirəm sizə. Bu kurikulumda keçirilən mövzuları əhatə eləmək üçün 45 dəqiqə kifayət edir müəllimlər üçün? Xeyr, əsas faktorlardan biri odur. Çox gözəl bir məqama toxundunuz. Xeyr. Müəllimlərin çətinlik çəkdiyi məqamlardan da biri dərs vaxtının azlığı, daha ətraflı öyrənməni təmin etməni istəyən bir proqram var əlimizdə. Ancaq bunu öyrədəcək qədər lazımlı vaxtımız yoxdur. Yəni bayaq qeyd etdiyim, daha doğrusu biraz öncə qeyd etdiyim faktorlar var idi ki, bəzi faktorlar müəllimlərə maneçilik törədir. Bu da o faktorlardan biridir. Yəni bunu da altını çizərək qeyd etmək istəyərəm. Çünki burada yəni deyirəm ki, biz bu müzakirəni o yöndən açmağa çalışırıq ki, bir anlayan bir, yəni müəllimə təzyiq göstərmədə ya da sistemə təzyiq, ortaq bir şey tapaq görək problem hardadır? Problemlərdən biri odur ki, müəllim anlasa da, başa düşsə də, sevsə də kurikulumu bunu tam olaraq tətbiq eləyə bilmir. Bəli. Ortaq yol hardadır burada? Mövzularımı azaldaq, vaxtı çoxaltsaq, çünki uyğun gəlmir neçə saat otursun şagird. Əslində burada bir neçə faktor sadalaya bilərik. Təbii ki, bu zamanla həll olacaq bir məsələdir. Sizdə şagird sayının çox olması, vaxtın az olması, valideynin övlada qarşı laqeyd münasibəti deməyim də, valideynin daha aktiv olmaması. Yəni çoxdur burada məqamlar. Çünki bütün valideynlər də o şagirdlə hər gün oturub, bilmirəm, vaxt və intellektual bazanın çatmaması məsələsi də ola bilər də. Mən nəyə vurğulamaq istəyirəm? Bir var ki, müəyyən tapşırıqlarda valideynin kömək eləməsi. Bir də var ki, dərsi çatdırmamışam, qalanını valideynə vermək məsələsi var da. Burada valideyni də nəzərə alsaq, onun vaxtı, intellektual bazası və s. nəzərə alsaq, onlar da hər zaman qınaya bilmirik də belə bir şeydir. Bəli. Hər zaman qınaya bilmirik, amma bir məqam da var ki, maraqlı valideyn, hətta akademik səviyyəsi yetəri qədər olmasa, intellektual səviyyəsi yetəri qədər olmasa belə, övladını və özünü inkişaf elətdirir. Bu da danılmaz bir faktdır. Yəni bunu mən hədsiz çox görürəm valideyn olaraq da, bir təlimçi olaraq da. İstəyən bir yolunu tapır deyirsiniz. Mütləqdir. Yəni insanın istəyib də edə bilməyəcəyi bir məqam mən hələ rast gəlməmişəm. Yəni bu həqiqətən də önəmli bir məsələdir. Əsas məsələ valideynlərin də bu bilgi, məlumatla təmin olunmasıdır. Və təbii ki, bu böyük bir problemdir. Bunu birdən-birə həll edə bilmərik. Nə bunu Təhsil Nazirliyi həll edə bilməz, nə də yaxud da müəllimlər. Amma ən azından inkişafda olan gənc nəslimizi daha məlumatlı, daha bazalı yetişdirə bilərik. Burada da əlbəttə ki, yük müəllimlərin üzərinə düşür. Həqiqətən də ki, çünki şagird müəllimi nümunə olaraq görür. Təbii ki, şagird də onu motivasiya edən müəllimin ən azından o xoş xarakterinə uyğun düşünərək dərsləri hazırlayır ki, müəllimə həqiqətən də zəhmət çəkir axı. Bu faktlar da var ki, dərsə sevgi ilə, sevdirərək yanaşan müəllim dərsə artıq iş kimi
mən dərsə gəlmişəmsə, məktəbdəyəmsə, bu mənim işimdir. 45 dəqiqəni keçin, gedin. Bu faktlar da var. Aynur xanım, mövzuların bir qismi bilirik ki, bəs kurikulumda çox da asan həzm olunmayan mövzular da var bildiyimiz qədərilə. Biz sizlə söhbət edəndə məlum oldu ki, bunlardan biri də idrakla bağlı olan mövzulardır. Bəli. İstəyirəm ki, biz bu podkastda qulaq asarkən müəllimlər, həmçinin heç bir təlimə qoşula bilməyən müəllimlər bir məlumat da əldə eləsinlər kurikulumla bağlı. Bizə deyin, bu idrakla bağlı müəllimlər nəyi bilməlidir kurikulumda? İdrakla bağlı nələri bilməlidirlər? İdrak taksonomiyasını, Bloom taksonomiyası adlandırdığımız belə deyim, fəaliyyətin növləri var ki, hansı ki bu idraki, psixomotor və emosional sahələrə bölünür və bunların gözlənilən mərhələləri var. Müəllimlərin ən çətinlik çəkdiyi 6 mərhələdən ibarətdir, belə deyim, əsasən idrak taksonomiyamız idrakla bağlı olan 6 mərhələdə müəllimlərin çətinlik çəkdiyi təhlil, dəyər, bəli, təhlil və dəyər yenə də oxuyub anlamaya gəlir. Problemin bir belə deyək, ucu gəlir, toxunur, oxuyub anlamaya. Müəllimlər təhlil və dəyər arasında çətinlik çəkir. Halbuki çox rahatdır. Təhlil edərkən qarşı tərəfin fikri önəmlidir, nə demək istəyir. Dəyərləndirərkən isə biz onun irəli sürdüyü fikrə necə qiymət veririk? Bizim üçün nə qədər uğurludur və ya uğursuzdur? Belə deyim, düşünək ki, bir müəllifin əsərini oxuyuruq. Təhlildə müəllif bizə nəyi çatdırmaq istəyib? Dəyərdə isə biz müəllifin fikrini qiymətləndiririk artıq. Həqiqətənmi müəllif bizə doğru bir informasiya ötürməyə çalışıb və yaxud da biz orada nələr əlavə edə bilərik, daha belə deyək, uğurlu olsun deyə. Artıq bunu mənim və müəllifin fikri kimi yadda saxlasalar daha uğurlu olar. Təhlil müəllifin fikridir, dəyər isə mənim fikrimdir, mənim qiymətləndirməmdir. Aydındır. Yəni böyük ehtimalla bundan əlaqəli müəyyən bir çalışmalar və s. və ilaxır bunlar da olur ki, müəllimlərə verilir. Bir şeyə rastlaşmışdım. Bəzən o çalışmalar verərkən dedim, əvvəlki problemə qayıdıram ki, dillə bağlı olan problemlərdən biridir. Çalışmalar, şərtlər, hər şey bir-birinə o qədər oxşur ki, mənə elə gəlir ki, problemlərdən biri də ondan ibarətdir ki, bizim öz dilimizdə olan qavramların bəziləri nə demək olduğunun fərqində deyilik biz. Bəli. Məsələn, idrak sözünü. İdrak sözünü hərə bir cür başa düşmüş ola bilər. Yəni bu idraki bilsin ki, müəllim, yəni idrakla bağlı bacarıqlara da bir aydınlaşdırsan. Nədir idrak? İdrak həqiqətən də məlumatın anında və geniş formada qəbul olunmasıdır. Və çox doğru məqama toxundunuz. Müəllimlərlə çalışarkən ən çox qarşılaşdığım məsələ idrak nə idi? Emosional nə idi? Empatiya nə idi? Deyə müəllimlər belə deyim, mənə sual ünvanlayır. Empatiya, idrak, bunları belə müəllimlər dərin mənalarını təlimçidən soruşur. Yəni əsas məsələ həqiqətən də odur. Çox doğru yerə toxundunuz ki, biraz daha sadələşdirilmiş formada da verilə bilər. Və yaxud da müəllimlər biraz diqqət etsələr, çox da çətinlik çəkməzlər. Yenə də buradan MİQ-ə hazırlaşacaq müəllimlərə, müdavimlərə vurğulamaq istədiyim əsas şüar nə olardı? Çətin deyil. İnkişaf etməyə meyillisinizsə, qətiyyən çətin deyil kurikulum. Aynur xanım, sistemi tam olaraq görə bilirsiniz. Çünki həm valideynsiniz, həm müəllimlərlə işləyirsiniz, həm özünüz də bir müəllim və təlimçisiniz, belə deyim. Bu təhsil sistemində sırf kurikulumla bağlı ən böyük boşluğu nədə görürsünüz? Ən böyük boşluğu belə dəyərləndirə bilərəm ki, müəllimlərə şərait və imkan yaradılmalıdır ki, zəhmət çəkib öyrəndiyi metodu, üsulu tətbiq edə bilsin. Burada bir neçə yenə də faktoru qeyd edə bilərik. Vaxt çatışmamazlığı, sinifdə şagird sayının çoxluğu, dərs yükünün həddən artıq ağır olması, yəni bir neçə fakt var ki, bunlar dəstəklənsə, müəllimə, məktəbə dəstək olunsa, şərait yaradılsa, bəli, boşluq doldurular. Müəyyən bir dəyişiklik yolunda sistemdə belə bir iki qayda olur adətən. Bir yuxarıdan gələn bir dəyişikliklər olur. Bizim konteksti götürsək, Təhsil Nazirliyinə və yaxud da aşağıdan başlanan bir dəyişikliklər olur. Müəyyən bir məktəbdə, müəyyən bir bölgədə başlanan bir dəyişiklik və çox yaxşı olduğuna görə yuxarılara doğru daşınır və böyük bir ərazisində tətbiq olunmağa başlayır. Mənə elə gəlir ki, bizdə dəyişikliklər olduğu zaman biz qapı örtüldükdən sonra sinifin içərisində nə baş verdiyinin xəbərimiz yoxdur. Bəli. Ola bilər ki, o qapı örtülür və müəllim o sinif daxilində yenə köhnə qaydalarla davam edir. Burada
müəllimi günahlandırmağa çalışmırıq və ya da kimisə günahlandırmağa Bəli. çalışmırıq. Burada harda nə qırılır və doğrudan da keçdiyimiz tətbiq olunurmu, olunmurmu? Mənə elə gəlir ki, bunlara da biraz nəzarət deməyim, Dəstək formasında, bəli. Müəllimi təzyiq altında qoymayaraq, Hı -hı. mən səni nəzarətdə saxlayıram kimi deyil də, sənə dəstəyə gəlmişəm. Aha, bu prosesdə sənə harda yardım lazım Bəli, formasında? bəli. Prosesdə harda çətinliyi var, harda dəstək olaq. Hı -hı. Yəni bu cür yanaşma olsa çox gözəl olar. Hı -hı. Müəllimlərə də kömək etmiş olarıq həqiqətən. Doğrudur, doğru. Təşəkkür edirəm Aynur xanım. Biz söhbətimizin sonuna gəldik, çıxdıq. Sizin hər hansı bir əlavə etməyiniz, komment və ya da demək istədiyiniz son bir söz varsa, buyurun. Son bir söz odur ki, əgər bir belə deyim, səsimi duyura bilsəm, həqiqətən də deyərəm ki, bütün valideynlər evladları üçün fərq etməz hansı səviyyədə. Yəni hər kəs mükəmməl səviyyədə əlbəttə ki, qavraya bilməz, nəticə əldə edə bilməz. Amma hər kəs evladları ilə məşğul olmalıdır. Həqiqətən də gələcək təhsilin əlindədir. Təşəkkür edirəm Aynur xanım. Çox sağ olun gəldiyinizə görə və hələlik görüşənədək.